Salam, hər vaxtınız xeyir olsun, hörmətli istifadəçilər. Sizi Səməd Vurğun 90-dan salamlayıram. Köhnə Əhmədli mağazamız artıq bağlandı. İndən belə biz hardayıq? 28 nə Gəncliyin arasında, metrosunun yəni arasında yerləşən Səməd Vurğun 90. Yanımızda Maliyyə Nazirliyi var, düz qarşımızda. Penirçi babanın arxasında Teymur Store'dur. Yanımızda bəs sizə deyim də sonra nələr var? Yəni bunu bilin də. Göy məscidi var, Əjdərbəy məscidi. Sonra Zabitlər bağı, çox qəşəng bağda, hər kəsə məsləhət görürəm. Münasib səliqə səhmanı adama ləzzət edir. Orada elə gözəl ağaclar var ki, adam yəni gəlirsən deyirsən ki, bu ağaclar necə hündür ağaclar qeyri-adi. Elə bil ki, subtropik zonadasan. Hə, o Zabitlər bağı, Zorge parkı, yəni hamısı yanımızda. Nəsimi rayon icra hakimiyyətinə yaxın, Türkiyə səfirinin böyrü. Ünvanı belə sizə dedim. Teymur Store yazsaz, Vezdə çıxacaq. Teymur Store. Növbətim, gəlin keçək. Nə mallarımız var, hörmətli istifadəçilər. Yalnız yenilikləri deyim də sizə. Köhnə malları görürsünüz. Bizə yeni gələn mallardan bax biri, bunlardır, anabala qleydi. 2.50 və 3.50, tez quruyaq. Sizə biraz yaxından çək, səsim düşsün. Sonra, bax belə mikro, bax belə bir kalkulyatora gətirmişik. Üstündə emerizat da var, yəni yaddaşı da yazır. 1.50-yədir satışı. Keyfiyyətli bir şeydir, yəni bunların böyükləri olur, onlar böyle baha 1.50-yə maksimum sıxışdırıb satır. Daha sonra ancaq yeniliklər, hörmətli istifadəçilər. Deməli, bizdə telefon üçün aksesuarlar geniş seçimdə var. Həmçinin maşın üçün telefon stendləri. Maşın üçün telefon stendləri, bax birini buraya yapışdırmışıq, buna baxın. Neçə vaxt yapışır, bax düşmür. Bunu inanırsan, dartsan da düşmür. Arxasında bir dənə bunu çəkin, zəhmət olursa. Arxasında, bax. Belə edirsən hər tərəfə. Bax budur. Bax bu gördüyünüz kimi. İçində maqnit də var, yapışdırırsan. Vakuumla yapışır. 3.50 bax budur. Bunun düzlükləri da var bizdə. Bax 4.80-ə də var. 1.50-yə də var yəni. 1.50-dən 4.80-ə qədər satışda varımız. Bax beləsi də var. Baxın. Gördünüz? Belə. Bu da hərbçinin telefonu maqnitlə yapışır. İstəsəz bunun bir dənə özəlliyi var ki, sizə deyim. Şurupla buradan sıxırsınız, ümumiyyətlə tərpənmir. Yaxud da ki, açsa sıxırsan, bir də çətin gedir, bax, belə. Bu da bizdə satışdadır. Bununla qoyaq bura. Daha sonra maşın üçün olanları sizə təqdim edirəm. Bax, maşın üçün olanlar, bax, havalar nədir? Havalar soyuqdur. Havalar soyuq olanda da, bax, bunu vurursunuz yağışda olanda. Bax, görürsünüz, gücüsünə yağış yağanda gücüdə yağış qalmır. Amma mən test eləmişəm, əmi olub qalır. Yenə də bu yağış buradan keçir, yəni qalır bunun üstündə. Vallahi nə bilim, gətirmişik də. Bəlkə kimsə yoxlayar, qalmaz, ancaq mən yoxladım, bunun üstündə yağış qaldı. Belə. Daha sonra, yenə də düşdü zibilə. Bu çat aparam, çat təmizləyəm. Bu xırda çatlar təmizləyir, məsələn deyim, yüngül çatlar, deyim, yekə çatlar, maşın patpresində yekə çat olan təmizləyər xeyr. Yüngül çatları bax budur. İçində pasportçad da var, belə bir şeydir. Aha, daha bir yeni məhsulumuz, bu yaxşıdır. Günəş işığından bir günəş yoxdur. Havamız soyuqdur. İnşallah yenə havalar istiləşər. Şuraların bu cürlə. Deməli, bunun ətiri qoyursan, içində ətiri də var. Fırlanır, gün işıq dəyəncində fırlanır. Qiyməti yaxşıdır. Bu təzəsxanda 15-20 manat idi. 7 manat 50 qəpiyə. 7.50. Günəş işığı günəşləyər, vertiliyor. Yaxşı qiymətdir, ha, 7.50 yaxşıdır. Daha sonra bax, dünən elə özüm bir dənə mənim iPhone 17 götürdük, o 7 Pro. Xeyr. Sağ olun. Deməli, bunun orijinal kabeli 55 manat. 55 manat orijinal kabeli. Bizdə neçəyədir? 15 manat. 15 manat orijinalı. Dönən özüm yəni şeylədim, almamışam amma mən üstünə hədiyyə verdilər. Telefonu aldım, onun üstünə hədiyyə verdilər. 55 manat idi yəni qiyməti. Daha sonra Type-C də varımızdır. İki başı Type-C-ni çox istəyirlər, bax. Bu da orijinaldır. Bunu şəxsən mən özüm istifadə edirəm. Ən yüksək telefonları da gedir. Hətta S25 Ultra-ya da gedir. Bu isə çox baha deyil. 3 manat 80 qəpiyə. Amma siz bunu başqa yerə gedin. Misalsan, brend yerlərə gedin, 28-dəki mağazalara gedin. Gedin soruşun görün bu sizə necə deyəcək. Baxın bir dənə yaxınlaşdığına 8 amperdir özü daha ən sürətli. Bunu soruşun, məsələn minimum deyim də 20 manat deyəcəklər. 4 manat 3 manat 80. 3.80-ə inanıcı peşə qiymətdir. Bunu yadda saxlayın. Keyfiyyətli malları sizə göstərirəm.
Amma istəsəz, ucuzlar da var mısınız, hörmətli istifadəçilər. Bax, bir ay yaxınlaşdı zəhmət olmasın. Bax, belələri var, 2 manata. iPhone son. Bunlar da işləyir ha, bax, bunlar da korkamalardır, bunlar da işləyir. Yəni, işə yarayır. Sonra naşniklər deyil. Maşınçı, yəni onu da sizə deyim, bunu deyim də. Bax, beləsi də var, ucuz variantı, 1 manata. Bu da var. Bu da başına bakmama. Biabr oldu. Bunu açıp söküblər. 4 manat da ayrıca keyfiyyətlisidir. Prosta müştərilər açıb çıxardıblar. Bax, budur. Bunu arxayın bu yaxşı maldır. Prosta bu var ha. Bunu açıb töküblər var. Və bu böyle bunu tapsam ben baxarsan. Maşın üçün zayt qeyrəm, o da sürətli yığır. Bax, belə hörmətli istifadəçilər. Maşın üçün bir dənə maraqlı məhsul sizə göstərdim. Budur. Qapısını açırsan, qapıdan səs gəlir, cüy səs gəlir. Onun qarşısını almaq üçün bax bulardır. Bax, bunun şotkası da var bizdə. Bax, şotkası da bu budur. Bax, budur. Gördünüz. Mağazamız 2 mərtəbədən ibarətdir. Aşağı mərtəbəmiz də var. Bax, bunu qapıya belə sürtdünüz. Qapıdan daha səs gəlmir. Maşının qapısından səs gəlməyəcək. Bunun qiyməti neçədir? 1 manat 50 qəpiyyədir. 1 manat 50 qəpiyyə. Daha sonra maşınçı keçək baxaq. Keçək burada. Yeni gələn məhsullardan biri də budur. Qiyməti dirəmi 1 manatdır, hörmətli istifadəçilər. Kranın başlığına taxılır və tərpənir kran başlığı bax belə. İstədiyin istiqamətə belə gedir də, yəni bax belə. 1 manat. Bu da bizdə satışda var. Gələk bir də içəridə çəkək, bölgü aşağına çəkək. Gəlin. Deməli, bax, bunlar bölgücü güzgülərdir. Bunlar bölgücü güzgülərdir. Yəni, kişilərsin ücret qırxanda qəşəng görsətdə, yəni üzü rahat qırxırsan, belə deyək. Hər qiymətə var. 1 manatdan üzü yuxarı hər cür qiymətə var. Bu da bizim bir otağımızdır. Baxın, mülki vasitələr keyfiyyətlisi 1.50-dir. Domestoslar, Domestos 1.30-a 1.70-ə qiymətləri yazdım. Hamısının qabağına qiymətləri var, hörmətli istifadəçilər. Bax, bura bax, 10 dənə bitsinlər. 10 dənə, 1 manat 50 qəpiyə. 6 dənəsi 1 manata. Hər bir şey varımızdır. Uşaq oyuncaqlardır. Qoyursan, bax. Hemen gəzdirək. Belə qarqas toplayıblar. Gəzdir. Bax, bu da 1 manatdır. Belə. Başqa. Gedək indi çox şeylər varımızdır, hörmətli. Kimlə sual olsa yazsın, cavab verək. Streslərimizin stres ibarədə boşqabçı. Onun alüminiumdan olanlar da gəlir. Alüminiumda yəni. Bunlar da satışda varımızdır. Neçədir? 1 manat da olur, hörmətli istifadəçilər. Daha sonra yeni gələn məhsulları sizə çalışan görsədim. Belə açar dəsti var. Bu. Böyür, balacalaşır. Bu 1 manatdır. Bu da açar dəstidir. Qalfqat deyirlər deyəsən buna. Bu neçədir? 2.50-dir. 2.70'dir. Bu 2 manat 70 qəpik. Balaca olmayına baxmayaraq açılır, bağlanır. Mən özüm bunu neçə almışdım? 4 neçəyə. Bax, belə bir şey. İndi özümüzdə satışda var. Aşağı düşə zəhmət olmasa oradan böyüklərimiz var. Gedək aşağı çəkək. Gəldiniz, bax burayla, bax belə görəcəksiniz, bax bunu. Buradan aşağı düşməyə yerimiz var. Gəl, zəhmət olmasa. Deməli, aşağı düşdünüz. Burada mövqeyimizə uçmaşdırıb. Aşağı düşdünüz. Belə bir böyük mağazamız var. İndi axşam vaxtıdır. Burada da mağazanı bağlamışıq. Saçlarına videonu çəkək. Az adamlar var. Toz soğuranlar, maşın toz soğuranları. Maşın toz soğuranları və maşın üçün çox aksesuarlar varımızdır. Bax, bu nədir? İnansı elə mallar var ki, özüm də bilmirəm. Bu nədir? Su qovandır hər əyi. İçərdən patpresi silmək üçün ləkə qalmır. Hə, patpresi silmək üçün maşının ləkəsi. Hə, belə bir şeydir, şüşə içindir. Bu da satışda varımızdır. Glass oil film remover. Şüşəni ləkəsindən təmizləmək üçün. Belə bir şeydir.
Bu da ki maşının dərisini təmizləmək üçün bax belə bir şeylərdir. Dərini parıldadır, dərini daha da uzun ömür eləmək üçün. Bu belə bir şeylər də varımızdır. Maşın üçün olan sıramız buradadır. Sonra şiti qaraldandır, bu da varımızdır. Toz soğuranlar da var. Toz soğuran, maşın üçün toz soğuran 5 manatdır. Hətta bu maşın üçün toz soğuranı kompüter üçün ala bilərsiniz. Kompüter için açıb təmizləmək üçün. Sonra gliserin zat da varımızdır. Gəl buradan indi çıxaq. Yeni mallar bax. Sizə göstərdim ki, mağazamız o biraz o tərəfə istəyən çək. Genişdir. Arabamız da var. Geçən nə qədər istəyirsiniz yığın aparın. Yəni elə bir şeydir. Rahat da sürün. Hə. Genişlik. Oxluqlar gətirmişik təzə. Oxluqlar 1.20-yə 1.70'e bak. O oxluq 1.20 qəpiyə. Buna bax. Oxluq normal oxluğu 1.20 qəpiyə. Yaxşı. Hətta bu mikrodalğa peçin içinə gelir, hörmətli istifadəçilər. Bax bu. Bunu yadda saxlayın. Bu hər yerdə olur. Qiyməti yaxşı 3 manatdır. Bu başqa 5 manata falan olur. Peçin içinə gedir, yanmayan materialdır. Üstündə yəni şirniyyat bişirmək üçün beləsi də var, beləsi də var. Yəni klonka yoxsa da yanmayan materialdır da yəni. 2.70-ə və 3 manata. Bunlar da bizdə yaxşı qiymətlərdir və xamir yaymaq üçün silikonlar da hər ölçüyə uyğun varımızdır. Ünvanımızı bir daha xatırladım. Səməd Vurğun 90. Maliyyə Nazirliyinə üzbəüz. Və belə. Hələlik yəni bunlar deyim, hələ çox mallarımız var. Yəni inansa çəkmədiyim çox mallar var. İnşallah yaxınlaşın mağazaya. Bax. Buna bax, qabın gözəlinə bax. Şöyle 1 manat 20 qəpiyə. Şəhərin mərkəzində yerləşirik. Bu yanlara demək olar ki, bu tipli mağazalar çox azdır. Çünki arendası falan bahadır mağazalarda. Olsa da bahaçılıqdır. Baxın, bunu paralamalar. Bunu görün bir şey paralayır. Qiyməti 6 manatda hörmətli istifadəçilər. Bax, bunun kimi paralayan retikletik olur o qiymətə. Bunun bizdə ucuzluqlar da var. 5 manata, 4 manata. Amma ən yaxşısı bax budur, paralamağına görə. Çox keyfiyyətlidir bu. Belə, nəlbəçilər də var. 6 manata, 8 manata. Hər cür qiyməti var. Boşqablar falan. İstəkanlar. İnşallah ki, malları genişləndirəcəyik. Gəlin ki, mənə lazımdır. Qiymətlərimizdən arxayın olun. Qiymətlərimiz ucuzdur. Yəni, gələndə soruşmayın neçəyədir. 1 manat, 2 manat. Yəni, qab-qaşıqda biraz qiymət fərqlidir. 6 manat, 7 manat. Bizdə nədirsə, yəni ən aşağı qiymətlər. Hələlik bu qədər. Sən də oyunlara çək. Sağ ol. Belə bir yerlərimiz də var. Aralarımızda burada. Da yekun üstüne.